Artıq növbəti köç prosesi nə zamandır? Bu xəbəri də izləyicilərlə bölüşək, bu xoş xəbərlə də yekunlaşdıraq. Bəli, hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa prosesi son sürətlə davam eləyir. Xüsusən Ağdam şəhərində 2-ci, 4-cü və 5-ci yaşayış məhəlləsində işlər gedir və xüsusi olaraq sizin dediyinizə əlavə olaraq bildirmək istəyirəm ki, 2-ci yaşayış məhəlləsində artıq işlər tamamlanmaq üzrədir və yaxın vaxtlarda Ağdamlı sakinlərin Ağdama köçü nəzərdə tutulur. Eyni zamanda Ağdam şəhərinin 2-ci yaşayış məhəlləsindən danışmaq istəyirəm ki, burada 1268 mənzil inşa olunub və bu 1268 mənzil 2, 3 və 4 otaqlı olaraq planlaşdırılıb. Eyni zamanda Ağdam rayonunun kəndlərində də, Başqərvənd kəndində və İvazxanbəyli kəndində də işlərə başlanılıb. Qeyd edeyim ki, Ağdam rayonunun Başqərvənd kəndində 1245 mənzilin 2 mərhələ üzrə inşası nəzərdə tutulub və 1-ci mərhələ üzrə artıq işlərə başlanılıb və 1-ci mərhələ üzrə 851 mənzil inşa olunur. Və eyni zamanda bundan başqa İvazxanbəyli kəndində də 427 mənzilin sakinlərə təhvil verilməsi nəzərdə tutulur. Bundan başqa Füzuli rayonunda da bizim işlərimiz davam eləyir. Belə ki, Pirəhmədli kəndi və Dövlətyarlı kəndində artıq əməkdaşlarımızın əməyi start verib və eyni zamanda qeyd edeyim ki, Pirəhmədli kəndində 255 fərdi yaşayış evi sakinlərə təqdim olunacaq. Dövlətyarlı kəndində isə ilkin mərhələdə 450 fərdi yaşayış evi sakinlərə təqdim olunacaq. Bundan başqa qeyd edeyim ki, Xocavənd rayonunda da bildiyiniz kimi bizim işlərimiz davam eləyir. Hətta bu il biz Sos kəndi, Hadrut və Qırmızı Bazar qəsəbələrinə sakinlərimizin qayıdışını təmin elədik və qeyd eləmək istəyirəm ki, Xocavənd rayonunda da bizim müvafiq olaraq işlərimiz davam eləyir. Əlbəttə ki, burada da artıq işlər yekunlaşdıqca sakinlərin mərhələli qayıdışı təmin olunacaq. Təşəkkür edirəm. Çox geniş, detallı şəkildə